Salam, hörmətli kollegalar. Bugünkü məşğələmizin mövzuları aşağıdakilərdən ibarət olacaqdır. Birinci mövzu, sadə elektrik dövrəsi, elektrik hərəkət qüvvəsi, elektrik gərginliyi, elektrik cərəyanı, cərəyan şiddəti və elektrik müqaviməti. İkinci mövzu, dövrə hissəsi üçün Ohm qanunu. Birinci mövzunun öyrənməyə başlayırıq. Əvvəlcə sizinlə birlikdə sadə elektrik dövrəsinin şəkil 1 və onun kəmiyyətlərinin elektrik cərəyanının, cərəyan şiddətinin, gərginliyi və müqavimətin nə demək olduğunu aydınlaşdıracaq və onlar arasında olan aşağıdakı asıllığı eksperiment yolu ilə öyrənəcəyik. Şəkil 1-dən göründüyü kimi sadə elektrik dövrəsi sabit cərəyan mənbəyindən, onun xarici dövrəsinə qoşulmuş müqavimətindən, dövrəni qapayıb açmaq üçün elektrik açarından, dövrədə ardıcıl qoşulmuş ampermetr və paralel qoşulmuş voltmetr ölçü cihazlarından ibarətdir. Şəkildə bunların hamısı görükür. Digər kəmiyyətlərə aydınlıq gətirmək üçün şəkil 2-dəki elektrik dövrələrini nəzərdən keçirək. Şəkil 2A-dakı sxemdə açarın açıq halında dövrə qapanmadığından batareyanın enerjisi elektrik mənbəyinin elektrik hərəkət qüvvəsi şəklindədir. O yalnız potensial cərəyan mənbəyidir. Biz bunu əyani olaraq sxemdə görürük. Belə ki, sxemdən göründüyü kimi batareyanın daxilindəki yüklü hissəciklər hal-hazırda açarın açıq olan halında nizamsız hərəkət edirlər. Buradan biz elektrik hərəkət qüvvəsinin tərifini deyə bilərik, söyləyə bilərik. Elektrik hərəkət qüvvəsi müəyyən zamanda elektrik cərəyanının dövrədən keçməsi üçün lazım olan enerjiya deyilir. Açar qoşularkən dövrə qapanır, batareyanın uclarındakı elektrik enerjisinin səviyyələri müxtəlif olur. Belə ki, müsbət qütbündə potensialı böyük, mənfi qütbündə potensialı isə daha az olur ki, bu fərqə potensiallar fərqi deyilir. Batareyanın qütbləri arasındakı elektrik hərəkət qüvvəsi elektrik gərginliyinə çevrilir. Elektrik gərginliyinin tərifi belədir. Qapalı elektrik dövrəsinin qütblərinin, yəni sıxaclar arasında olan potensiallar fərqinə elektrik gərginliyi deyilir. Biz bunu sxem 2B-də görürük. Açar qoşulu vəziyyətdədir. Batareyanın daxilindəki yüklü hissəciklər istiqamətlənmiş hərəkət edirlər. Burada qırmızı rəngli oxla cərəyanın naqildən axma istiqaməti görünür. Və elektrik hərəkət qüvvəsi elektrik gərginliyinə çevrilir. Elektrik gərginliyi U hərfi ilə işarə olunur. Elektrik gərginliyinin ölçü vahidi volt, ölçü cihazı isə voltmetrdir. Voltmetr dövrəyə paralel qoşulur. Elektrik hərəkət qüvvəsi ilə gərginlik arasında fərq ondadır ki, elektrik hərəkət qüvvəsi gərginlik yaradan və onu saxlayan səbəbdir. Bu baxımdan elektrik hərəkət qüvvəsi fərqli və qiymətcə ondan, yəni gərginlikdən böyük olur. Qeyd etmək lazımdır ki, yer planetinin potensialı şərti olaraq sıfıra bərabər qəbul edilmişdir. Açar qoşulub dövrə qapanan zaman dövrədə elektrik cərəyanı əmələ gəlir. Cərəyana şəkildəkindən də göründüyü kimi istiqamətlənmiş hərəkəti nəzərə almaqla belə bir tərif vermək olar. Bir daha qeyd edək ki, açar qoşulub dövrə qapanan zaman dövrədə elektrik cərəyanı əmələ gəlir. O müsbət qütbdən mənfi qütbə doğru axır. Şəkil 2B-də cərəyanın axma istiqaməti qırmızı rəngli oxlarla göstərilmişdir. Elektrik cərəyanının
tərifi. Naqildə yüklü hissəciklərin istiqamətlənmiş hərəkətinə elektrik cərəyanı deyilir. Elektrik cərəyanı xarakterizə etmək üçün cərəyan şiddəti kəmiyyətindən istifadə olunur. Cərəyan şiddəti vahid zamanda naqilin ən kəsiyindən keçən elektrik miqdarına deyilir. Cərəyan şiddəti I hərfi ilə işarə olunur. Onun ölçü vahidi amper, ölçü cihazı isə ampermetrdir. Ampermetr yüklərin ondan tam keçməsi üçün dövrəyə ardıcıl qoşulur. Elektrik cərəyanının nə olduğunu başa düşmək üçün yalnız onun törətdiyi təsirlərdən danışa bilərik. Çünki o əslində gözə görünmür. Törətdiyi təsirlər. Birinci, istilik təsiri. Naqildən cərəyan keçdikdə onu qızdırır. İkinci, kimyəvi təsiri. Duzların, turşuların, qələvilərin məhlullarından cərəyan keçdikdə onları öz tərkib hissələrinə parçalayır. Üçüncü, maqnit təsiri. Naqildən cərəyan keçdikdə onun ətrafında maqnit sayəsi əmələ gətirir. Və nəhayət dördüncü, öldürücü təsir. Cərəyan canlı orqanizmi zədələyir və ya onu məhv edə bilir. Naqilin elektrik cərəyanını məhdudlaşdıran kəmiyyətə naqilin elektrik müqaviməti deyilir. Elektrik müqaviməti R hərfi ilə işarə olunur. Onun ölçü vahidi ohm, ölçü cihazı isə ohmmetrdir. Naqillərin müqaviməti onların forması və ölçülərindən asılıdır. Naqilin ən kəsiyi sabit silindirlər şəklində, məftillər şəklində olduqda bu asılılıq xüsusən sadələşir. Bu halda R bərabərdir Rho L bölünsün S olur. Burada L naqilin uzunluğu, S isə onun ən kəsiyinin sahəsidir. Mütənasiblik əmsalı olan Rho maddənin cinsindən və onun halından asılıdır və verilmiş maddənin xüsusi müqaviməti adlanır. Xüsusi müqavimətin tərsi olan kəmiyyət maddənin xüsusi keçirici adını daşıyır. Cərəyan şiddəti ilə elektrik gərginliyinin hasilinə elektrik cərəyanının gücü deyilir. Cərəyanın gücü P hərfi ilə işarə olunur. Onun ölçü vahidi watt, ölçü cihazı isə wattmetrdir. Cərəyanın gücü P bərabərdir I vurulsun U. Buradan U bərabərdir IR nəzərə alsaq, onda I vuraq IR bərabərdir I kvadratı R düsturu ilə hesablanır. Wattmetrin ardıcıl və paralel dolaqları olur. Onun ardıcıl dolağı dövrəyə ardıcıl, paralel dolağı isə dövrəyə paralel qoşulur. Adi halda elektrik dövrəsində sərf olunan gücü tapmaq üçün dövrəyə qoşulmuş ampermetrin göstərişini voltmetrin göstərişinə vurmaq lazımdır. Biz elektrik dövrəsinin əsas kəmiyyətləri olan cərəyan şiddəti, elektrik gərginliyi və elektrik müqavimətinin nə olduğunu aydınlaşdırdıq. Bunlar arasındakı münasibəti ayrıca olaraq dövrə hissəsi üçün ohm qanunu mövzusunda öyrənəcəyik. İkinci mövzu, dövrə hissəsi üçün ohm qanunu. Bu mövzuda eksperiment yolu ilə aşağıdakiləri öyrənəcəyik. Birinci, dövrə hissəsində cərəyan şiddəti I gərginlikdən U necə asılıdır? İkinci, dövrə hissəsində cərəyan şiddəti I həmin hissənin müqavimətindən R necə asılıdır? Üçüncü, dövrə hissəsi üçün ohm qanunu. Elektrik cərəyanı hər yerdə bizi əhatə edir.
O evimizi işıklandırır ve kızdırır. Xörəyin hazırlanmasında bize kömək edir. Bizi eğlendirir. Bir sözle o bizim her bir işimizde əvəz edilmez köməkçimizdir. Elektrik cərəyanının istilik, maqnit və kimyəvi xassələri, hansı ki bugün biz öz həyatımızı bunlarsız təsəvvür etmirik, cərəyan şiddətindən asılıdırlar. Cərəyan şiddətini dəyişməklə bu təsirləri tənzimləyə bilərik. Cərəyan şiddətini idarə etmək üçün bilmək lazımdır ki, o hansı elektrik kəmiyyətlərindən və necə asılıdır. 19-cu əsrin əvvəllərində Alman alimi Georg Ohm cərəyan şiddətinin gərginlik və müqavimətdən asılı olduğunu öyrənmişdir. Bu asıllıq tarixə Ohm qanunu kimi daxil edilmişdir. Cərəyan şiddətinin elektrik gərginliyi və elektrik müqavimətindən asıllığını eksperiment yolu ilə aydınlaşdırsaq, praktiki olaraq Ohm qanunun necə doğru olmasına əminlik əldə edərik. Əvvəlcə cərəyan şiddətinin gərginlikdən asıllığını sizinlə birlikdə müəyyənləşdirək. Sxem 1-ə uyğun dövrə yığaq. Bunun üçün bizə aşağıdakı elementlər və cihazlar lazımdır. Birinci, cərəyan mənbəyi 1,5, 4,5, 9 volt və 12 voltluq bateriyalar. İkinci, dövrəni qoşub açmaq üçün elektrik açarı. Üçüncü, 12 voltluq elektrik lampası. Dördüncü, dövrədən axan cərəyan şiddətini ölçmək üçün ampermetr. Və nəhayət, 5-ci, dövrənin gərginliyini ölçmək üçün voltmetr. Eksperimentə başlayaq və cihazın dövrəyə qoşarkən qütblüyün düzgün olmasına fikir verək. Dövrənin gərginliyini dəyişmək məqsədi ilə həmin batareyaları ardıcıl olaraq dövrəyə qoşmaqla hər 4 hal üçün ampermetrin köməkliyi ilə cərəyan şiddətini ölçək. Birinci olaraq cərəyan mənbəyi kimi 1,5 volt batareyanı dövrəyə qoşuruq və dövrəni açar vasitəsilə qapayırıq. Cihazların göstərişini cədvəldə yerinə yazırıq. U 1,5 volt, I 0,1 amper. İkinci olaraq 4,5 voltluq batareyanı dövrəyə qoşuruq. Açarı qoşuruq və cihazların göstəricilərini cədvəldə qeyd edirik. U 4,5 volt, I 0,3 amper. 9 voltluq batareyanı dövrəyə qoşaq. Açarı qapayaq və cihazın göstəricilərini cədvəldə qeyd edirik. Yəni U bərabərdir 9 volt, I bərabərdir 0,6 amper. Və nəhayət axırıncı 12 voltluq batareyanı dövrəyə qoşuruq. Açarı qoşuruq və cihazların göstəricilərini cədvəldə qeyd edirik. U bərabərdir 12 volt, I bərabərdir 0,8 amper. Cihazların göstəricisindən də bunu görürük. Alınmış nəticəyə əsasən qrafik qururuq. Cədvəl 1-dəki göstəricilərə fikir versək görərik ki, gərginlik neçə dəfə artmışsa, cərəyan şiddəti də o qədər artmışdır. Bu göstəriciləri koordinat sisteminə köçürsək görərik ki, bu asıllıq qrafikdə düz xətt əmələ gətirir. Qrafik 1. Beləliklə təcrübə göstərdi ki,
dövrə hissəsində gərginlik neçə dəfə artırsa, o qədər də cərəyan şiddəti artır. Bu deməkdir ki, naqildən axan cərəyan şiddəti həmin naqilin uclarındakı gərginliklə düz mütənasibdir. Eksperimenti davam etdirək. Bu dəfə dövrəyə gərginliyin dəyişməz, yəni U bərabərdir 4,5 volt qalması şərti ilə cərəyan şiddətinin dövrə hissəsinin müqavimətindən necə asılı olmasını öyrənək. Sxem 2-yə uyğun olaraq dövrə yığırıq müxtəlif qiymətli müqavimətləri, yəni 3 ohm, 9 ohm və 15 ohm növbə ilə dövrəyə qoşuruq. İlk olaraq 3 ohmluq müqaviməti dövrəyə qoşaq. Açarı qoşuruq və ampermetrin göstəricisini 1,5 amperi cədvələ yazırıq. İkinci 9 ohmluq müqaviməti dövrəyə daxil edək. Açarı qapıyırıq və cərəyanın qiymətini, yəni ampermetrin göstəricisini 0,3 amper cədvəldə köçürürük. Nəhayət, üçüncü olaraq 15 ohmluq müqaviməti dövrəyə qoşuruq. Açarı qapıyırıq və ampermetrin göstəricisini, yəni 0,3 amperi dövrədə, cədvəldə qeyd edirik. Alınan nəticəyə görə cərəyan şiddətinin müqavimətindən asılılıq qrafikini qururuq. Cədvəl 2-dəki göstəricilərə fikir versək görərik ki, müqavimət neçə dəfə artmışsa, cərəyan şiddəti o qədər azalmışdır. Bu göstəriciləri koordinat sistemində köçürsək, görərik ki, bu asılılıq qrafikdə əyri xətt əmələ gətirir. Əyri xətt qrafikdən görünür. Eksperimentin nəticəsinə görə cərəyan şiddəti gərginliklə düz, müqavimətlə tərs mütənasibdir. 1 və 2-ni birləşdirsək, I bərabərdir, U bölünsün R düsturunu alırıq. Düsturdan da biz görürük ki, dövrə hissəsindəki cərəyan şiddəti bu hissənin uclarındakı gərginliklə düz mütənasib, onun müqaviməti ilə isə tərs mütənasibdir. Bu asıllılıq 1827-ci ildə Alman alimi Georg Ohm tərəfindən formalaşdırılmış və tarixə dövrə hissəsi üçün Ohm qanunu kimi daxil edilmişdir. Beləliklə, eksperiment yolu ilə bir daha əmin oldu ki, dövrə hissəsi üçün Ohm qanunu doğrudur. Yəni, qapalı dövrədən axan cərəyan şiddəti onun gərginliyi ilə düz mütənasib, müqaviməti ilə tərs mütənasibdir. Bu qanundan istifadə edərək elektrik dövrəsinin baxılan hissəsində cərəyan şiddətini, gərginliyi və müqaviməti hesablamaq olar. Yəni, I bərabərdir U bölək R düsturu ilə cərəyan şiddətini, U bərabərdir I vuraq R düsturu ilə gərginliyi, R bərabərdir U bölünsün I düsturu ilə müqaviməti hesablamaq olar. Sağ olun, diqqətinizə görə razıyam.